Sağ olsaydı qardaşımın etdiyi igidlikləri görərdim. Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. O, 1974-cü ildən Daxili İşlər Nazirliyinin orqanlarında işləyib. 1990-cı ildə Xocalı Hava Limanının Daxili İşlər bölməsinə rəis təyin edilib. Erməni təxribatçılarına qarşı rəşadətlə vuruşan Əlifi öldürənlərə ermənilər pul mükafatı verir. Əlif, sənin xəbərin varmı? Düşmənlər səni öldürənə pul mükafatı verəcəklər. Bacı, narahat olma. Mən ermənilərə qan udduracağam. Sənin yadına düşür, mən balaca vaxtı anama söz vermişdim ki, Mehdi Hüseynzadə kimi qəhrəman olacağam. Ancaq qanırsan ermənilər Rusların köməyi ilə mənim vətənimi işğal edir. Mən buna dözə bilmərəm. Haygır könül, bundan betər çarxanır. İnsan yanır, torpaq yanır, dağ yanır. Gözəl bacım, indi ağlamağa vaxtanır. Qardaş deyib, yurttaş deyib ağlama. Səsini qov, millət qızı, ağlama. Allaha əmanət ol, qardaş. Əlif Hacıyev 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni Rus qüvvələrinə qarşı cəsarətlə vuruşub qəhrəmanlıqlar göstərib. Son nəfəsinə qədər döyüşüb və döyüş meydanında şəhid olub.